qərar verir ki, hər ələlə 30 manat pul verilir. Hamı gəlir o bu yüzden mən bilmirəm nə eləməliyəm. Mən neçə ildir qrup əllisiyəm, mən hələ buradan bir dənə yardım ala bilmirəm. Gəncə şəhərində və ətraf rayonlarda yaşayan bir qrup vətəndaş əlillik statusu ilə əlaqədar ildə bir dəfə verilən 30 manat məbləğində müavinəti almaqda çətinlik çəkdiklərini bildirirlər. Şikayətçilər deyir ki, Sosial Xidmətlər Agentliyinin Gəncə Daşkəsən regional filialında süni növbə yaranıb və artıq 3 gündür ki, onlar həmin qurumun qarşısında toplaşaraq yardım gözləyirlər. Dekabrın 3-ü əlillər günüdür. Onunla bağlı cənab prezident bizə məlumat verib deyəndə qərar verir ki, hər ələlə 30 manat pul verilir. Onu da buradan gəlir, bax belə 3 gündür gəlirəm, mümkün deyil. Arka qapını bağlayırlar, gəl qabağı açırlar, gəl pəncərədən sənədləri götürürlər. O üçün ala bilmirik. Mən keçən həftənin 3-cü günü gəlmişdim, saat 1-ə kimi gözlədim, yazmalılar, çıxdım getdim evimizə. Neyini yazmırlar, deyirlər gözləyin, uçuretinizi gözləyin. Uçuret də yoxdur, öz adamlarını yazırlar. Mən yeriyə bilmirəm, qılçalarımı istəmir, ikinci qrup əllə. Gəlmişəm, aynə deyir, qapıya keç, qapı deyir, aynaya keç. Bilmirəm, nə növbə ala bilirəm, nə bir şey. Hamı gəlir o bu yüzden mən bilmirəm, nə eləməliyəm. Nə almaq istəyirsiniz? Yardıma görə gəlmişəm. Bəli, bu 30 manat yardıma görə ilk dəfə eşidirəm. Keçən ildə verilibmiş. Bu hamıya aiddirsə evlərə deyilməlidir. Bir şey olanda evlərə gəlib deyirlər ki, bu işin belədir, səhvdir. Onu da deməlidirlər, deməyiblər. Xahiş edirəm bu iş haqqında ölçü götürəsiz. Bu 30 manatı bir neçə ildir cənab prezidentin əmri ilə verilir bu ikinci qrup əlillərə. Biz ondan məhrumuz, ala bilmirik. Gəlirik, həftə ilə burada qalırıq. O get-gəlmə 30 manatın üstə də 50 manat qoyub yol pul eləyirik. Ancaq ki, qutarıb gedirik, pul ala bilmirik. Xahiş edirik, cənab prezidentimiz, sizdən xahiş edirik. Nəinki gələn yardımları verir. Əmir verirsiniz, bunu əmir verin. Bizim pensiya kartlarının üstə vurulsun 30 manatı. Oradan alaq, bu boyda narahat olmayaq. Mən neçə ildir qrup əllisiyəm, mən hələ buradan bir dənə yardım ala bilmirəm. Gələn pulları mən kartıma vursunlar, mən gələ bilmirəm. Mən şikəst adamam, mən yola çıxa bilmirəm. Hər dəqiqə mən, bu gələn yardım var deyilir, neçə ildir yardım verilir, mən gəlib bura düşə bilmirəm axı. İkinci qrup alır, üçüncü qrup alır, onu mən bilmirəm. Mən öz qrupumu tələb eləyirəm. Hər kim alır alsın, devlət əgər bunu bizə veribsə, nə olar, bunu özləri bir şərait yaratsın, versin, kartımıza vursunlar bizi kimsinləri. Mən gələ bilmirəm. Bir dəqiqə özümüzü onunla saxlayalım, sudurqa kəsmək istəyirəm. Allah'ın olsun, bu dərmanla yaşayıram, bu dərmanla yaşayıram. Pul tapmıram, şu dərman almağa, dərman bir dənə qalıbdır. İçəridə qoymurlar keçməyə. Dərmana çatıra bilmirəm, kimə mən pul verirəm, bu 30 manatı da ala bilmirəm. 2 ildir, bax, heç vaxt ala bilmirik, onu karta vurun, kartla alaq da. 73 yaşım var, 52-ci təvəllüdəm. Mən gəlib idarələrdə vallah, mən üçrəhi növbədə dura bilmirəm. Xahiş eləyirəm ki, pul o hər nə verirlərsə, indiyə kimi heç almamışam mən. Xahiş eləyirəm ki, karta vursunlar. Qeyd olunan şikayətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq. Bildirildi ki, 3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibəti ilə vətəndaşlarımız müraciət üçün agentliyin filiallarına yaxınlaşa və ya şəxsiyyət vəsiqəsinin surəti və əlilliyi təsdiq edən sənədin əlavə olunduğu ərizələrini agentliyin elektron ünvanına göndərə bilərlər. Nəzərə alaq ki, bu kimi hallar əlilliyi olan şəxslərin onsuz da çətin olan həyatlarını daha da ağırlaşdırır. Aidiyyatı qurumlardan problemin sistemli şəkildə həll olunmasını xahiş edirik.